Əgər axşam yeməyi çox yemisənsə, səhər yeməyini dostum azalt. Sən düşünmə ki, dünənki dünəndə qaldı və yaxud ayaq yoluna getdin. İndi aclığın vardı. Yox. Sən bəlkə sənin insulinə meyilliyin var və sən kalorin saymırsan. Nə olsun sən dünən pəhrizli yemək yemisən. Mal ətini, toyuğun filesini, qreçkanı, bulguru çox yemisən. Amma o da sənə artıq çəki verə bilərdi. O sintez olunmuş qida deyil ki, əlavə qidası kimi deyil ki, protein kimi sintez olunmuş. İçən kimi 12 dəqiqəyə əzələ özünə çəkdir. Lazım olanı götürür, qalanı da neyinir? Verir artıq çəkiyə. Artıq çəkidə nədir? Yəni problem. Yəni depo eləmə. Depo avtomatik artıq çəki verir sənə. Yenə deyirəm ki, axşam çox yedinsə, səhəri biraz azalt. Bir də ki, axşam yeməyi yeyəndən sonra üstündən 1 saat keçəndən sonra həftədə 1-2 dəfə alma sirkəsini suya qat, qarışdır, qəbul elə. Hər gün yox, həftədə 3 dəfə. Hər kəsə uğurlar.